Azərbaycanlıların Yuli Sezarın yaratdığı əfsanəvi Roma legionunu darmadağın etdiyini bilirsiniz. Eramızdan əvvəl 58-ci ildə Yuli Sezar tərəfindən qurulan Legion Fulminata, yəni İldırım ləqəbli 12-ci legion saysız döyüşlərə girmişdi. Bu döyüşlər içərisində məşhur Qalların və Pompeyin məğlub olduğu döyüşlər də var idi. Mənbələrin yazdığına görə erməniləri məğlub edən Romalılar Azərbaycana çatdıqda buradakı yerli Qafqaz xalqları olan Sarmatlar, yəni İskit, Skif, Sak tayfaları ilə qarşılaşdılar. Bu qarşılaşmadan sonra 12-ci Roma legionundan bir də xəbər alına bilmədi. Tarixçilərin yazdığına görə böyük ehtimalla Skiflər onları darmadağın eləmişdilər. Hətta elə ki, geriyə bir Romalı belə qalmamışdı. Və beləcə böyük Sezarın yaratdığı əfsanəvi 12-ci legion tarixə qarışır. Qobustandakı Böyükdaş kitabəsində bu barədə məlumat da var. Bu hadisənin 84-96-cı illərdə İmperator Dominisiyanın dövründə baş verdiyi təxmin edilir.